Allah bəzənəcəsiz. Xoş gördük yenidən. Neçə vaxtdır video falan çəkə bilmirdim, çünki xəstə idim. Amma bu gün özümə gəldim. Təbii ki, biraz makyaj elədim falan səhər-səhər. Bir də qəşəng musiqilərə qulaq asdım. Enerjim yerinə gəldi və dedim ki, çoxdan da çəkmək istədiyim o videonu axır ki oturub çəkim. Çünki makyajım yerində, paltarım yerində. Gələn kimi dərsən oturmuşam çəkməyə. Nəyi çəkəcəyik? Labirint serisi. Bir də bu kitabı da var. Bu kitabı da var. Belə 4 dənə kitabdır, amma əslində 6 dənə kitab olmalıdır düşünürəm. Amma əsas hekayəmiz, yəni Minhodur, Newtdur, Thomasdır falan hamısı olan hekayəmiz buradır. Yəni burada da var, okey. Amma bu yəni tam olaraq onların biraz uşaqlığını falan həyatını keçir. Yəni yox, bu elə deyil. Bu başqadır. Bunu biraz oxumamışam düzünü desəm. Biraz başlardan oxudum. Hara kimi oxudum? 27-ci səhifəyə kimi oxudum bu kitabı. Sonra reading sapa düşdüm, qoydum qırağa. Amma bu 3 kitabı mən çox tez qurtardım. Mən distopiya serilərinə bayılıram. Distopiyanı o qədər çox sevirəm ki, yəni bitirəm də o serilərə. Kinolarına da, filmlərinə də, kitablarına da. Və Labirint serisi mənim uşaqlıqdan bəri çox sevdiyim bir seridir. Xatırlayıram ki, mən Labirint serisinə ilk dəfəm qohumumca kəndə qonaq gedəndə qohumumun balaca laptopundan baxmışdım və onda da uşaq idim deyə bu ikinci Labirintdən Qaçış serisinin ikinci kitabı şeyinə baxmışdım. Orada zombilər falan var idi və çox xoşuma gəlmişdi. Sonradan yenidən baxdım və yəni artıq əzbər bilirəm dialoqları, o qədər də sevirəm. Amma burada ən çox sevdiyim Minho oldu. İndi gələk biraz da kitabdan danışaq. Kitabın bir pis cəhəti var ki, ən böyük pis cəhəti məncə əski kitabla filmin heç bir əlaqəsi olmamasıdır. Bildiyiniz bu ilk kitab tamamilə kino ilə eynidir. Gördünüz də bu kino ilə eynidir, hə? Bunu oxudunuz, dediniz ki, hə tamam, bu kino ilə eynidir. Mən bir də buna pul verib kitablarını almayayım. Çox yanılırsınız. Çünki bu iki kitab və bunun davamında olan kitabların kino ilə heç bir əlaqəsi yoxdur. Çox cüzi əlaqələri var ki, yəni hardasa adlar uyuşur. Məsələn də kinoda qarşılaşırlar. Əslində kitabda bunlar necə qarşılaşırlar, hamısı ətraflı danışılır. Amma kinoda balaca bir hissəsini qoyurlar. Yəni özəlsiz kimi yanaşıblar da kinoya. Amma kitab çox yaxşı yazılıbdır. Kitabımızda Minhodur, Thomasdır, Newtdur və başqa uşaqlar 24 dənə uşaqdır, səhv eləmirəmsə, səhv eləyə bilərəm, çünki hardasa bir neçə ay əvvəl oxumuşam və rəqəmlərlə aram həqiqətən bərbaddır. Nəysə, bunları bir labirint kimi bir dənə yerinin ortasına qoyurlar. Burada deyirlər ki, siz öz başınıza həyatda qalmağa çalışın. Və bunlar da hər dəfə həyatda qalmağa çalışdıqca həyəcanlananda beyin daha çox işləyir, belə deyək də, həyəcanlananda qorxanda beyin daha çox işləyir və daha sürətli işləyəndən sonra özəl bir maddə ifraz edir. Həmin o ifraz edilən maddə ilə də zombiyə çevrilən, əslində zombi deyil, amma yoluxmuş insanları, işıl virusuna yoluxmuş insanları qurtarmağa kömək eləyəcək maddədir. Mavi bir maddədir və bunu da almaq üçün həmin uşaqlar özəl olaraq seçilir. Və o uşaqlar özəl arenaya qoyulur ki, onlar bütün qorxularla, bütün həyatda qalma içgüdüləri ilə hamısı ilə bir yerdə sağ qalmağa çalışsınlar. Və çoxlu canavarlar da qoyulur onların ətrafına ki, bunlar hər dəfə bu canavarları xatırlasınlar və o qorxu ilə də yaşasınlar. Hər dəfə qorxduqca da təbii ki, onların beynindən özəl olaraq ifraz olunan maddə olacaq və bunlar da bunu əldə etmək istəyirlər. Thomasımız da bunlarla işləyən bilim adamıdır, alimdir. Demək olar ki, bu labirint serisini Thomasla Teresa bir yerdə qurublar. Amma daha sonra Thomas bütün bunlara qarşı gəlir. Kitabla film çox qarışıqdır. Kitabda qarşı gəlir, deyəsən qarşı gəlir. Filmdə Thomas xəyanət edir. Amma kitabda deyəsən tam olaraq xəyanət eləmir. Onlar özləri bilinci şəkildə o labirintə düşürlər ki, özləri o bilinci şəkildə labirintə düşürlər ki, bu uşaqları buradan çıxarsınlar labirintdən və həmin o labirintdə qarşılarına çıxacaq hər təhlükəni, hər tələni də əslində Thomas'ın, Teresa'nın özü qurublar, başqa alimlərlə bir yerdə qurublar və onların içində ən ağıllısı təbii ki, Thomas'dan Teresa'dır. Neysə, bunlar düşürlər, Thomas'ın da beyni sıfırlanır. Bura qoyulur ki, uşaqları buradan çıxarsın. Təbii ki, bu çıxarma mərhələsi o qədər əziyyətli, o qədər dəhşət olur ki, çox az uşaq. Demək olar ki, məsələn 24 uşaqsa oradan 12-si sadəcə sağ qalmağı bacarır, yarısı ölür və bunların da istədiyi buydu. Ən güclülər, ən seçkinlər, həqiqətən virusa qarşısına ala biləcək gücdə maddə ifraz eləyəcək beyinlərə sahib insanları istəyirlər və bu sahib insanlar da, bu beyinə sahib insanlar da təbii ki, bütün bu sınaqlardan sağ qalmağı bacaracaqlar. Onu deyim ki, birinci kitabımız bütün bu dənəklərdə hamısı da hər şeydir, düpbələmdüz irəliləyir. Yəni kitabda necədirsə, filmdə də elədir. Bunu çox sevmişdim mən. Mən düşünürdüm ki, belə davam eləyəcək. Amma ikinci kitaba keçəndə mən biraz təəccübləndim. Biraz deyəndə çox təəccübləndim. Bir ora baxıram, bir bura oxuyuram, şokdayım. Yəni yazar necə icazə verib ki, kitabı bu qədər dəyişdirilsin. Çünki kitabı oxuyanda mən heyran oldum.
Həqiqətən çox sevdim. Kinosunu izləyəndə də bunu sevmişdim. Amma kitabını oxuyanda o yaratdıqları, o varlıqları təsvir ediş şəkli, o qarşılarına çıxan əngəllər, o əngəlləri keçmək üçün verdikləri mücadilələr, hamısını oxumaq o qədər qəşəng idi, o qədər aksiyon dolu idi ki, qanım qaynayırdı. O qədər yaxşı hissini bətimləmişdilər ki, mən sanki özüm səhrada oturmuşam və bu kitabı oxuyuram və bu kitabın içindəyəm. Elə hiss edirdim. Amma filmdə elə deyildi. Filmdə çox az qarşılarına sınaq çıxırdı. Demək olar ki, sınaq çıxmırdı qarşılarına. Bunlar hamısı isyanın qaçanda başlarına gəlirdi. Amma kitabda yaşananların hamısı isyanın özünün qoşduğu imtahanlar idi, sınaqlar idi. Bunların hamısı isyan özü düzəltmişdi. Amma kitabda belədir də, filmdə elə deyil. Hələ də sağalmamışam. Kitabda belədir, amma filmdə elə deyil. O cəhətdən pis idi. Kitabda o qədər zəngin şəkildə anlatılıb ki, yəni tadından yenməz bir şeydir daha. Çox qəşəng aksiyon səhnələri var, çox qəşəng işgəncə səhnələri var. Varlıqları təsvir eləyəndə elə təsvir eləmişdilər ki, onu xəyalımda canlandırmaq mənim üçün çox çətin olurdu və o qədər sevirdim ki bunu. Çünki hər şeyi mən xəyalımda quran insana çox yaxşı bir şəkildə dünyanı, hər şeyi xəyalımda canlandıra bilirəm. Amma o canavarları elə təsvir eləmişdi ki, mən belə çətinlik çəkirdim. Çünki daha öncə heç bir kinoda, filmdə ya da kitabda qarşılaşmadığım canavarlar idi. Tam olaraq bu kitablar üçün yaradılmış bir canavarlar idi. Bu dünyanın canavarları idi. O qədər qəşəng idi ki, oxuyanda çox zövq alırdım. Bilirsiniz, çox çətin idi, çox çətin idi. Bu uşaqları oxuyanda o qədər acı çəkirdim ki, siz bu uşaqlardan artıq nə istəyirsinizsə əl çəkin. Bunlar yazıq deyilmi? Yəni bunların Allahı yoxmu? Nə istəyirsiniz? Allahsızlar deyirdim. Yəni bu uşaqlara deyirlər bunu keçin. Okay, uşaqlar bunu keçirlər, yarısı ölür, yarısı qalır. Gəlirlər deyirlər ki, aha keçsiniz. İndi gəlin o birisini də keçin. Uşaqlar o birisini də keçirlər. Gəlirlər deyirlər ki, bəs uşaqlara siz virusa əslində yoluxmusunuz. Virus sizin beyninizdədir. Biz onu ilac olaraq düzəldəcəyik. Amma ilacı almazdan əvvəl bu dənəkdən də keçməz. Ən sonuncu dənək güya ki, budur. İnanan zatına nəhlər. Amma uşaqlarımız inanır. Nəsə o dənəkdən də keçirlər. Uşaqlar qarşılayırlar, deyirlər ki, bravo, bravo, keçmişsiniz. Uşaqlar deyir ki, hani dərman? Deyirlər ki, gələrsən. Dərman sizin beyninizdədir. O dərmanı almaq üçün sizə yenə və daha çox işgəncə eləyəcəyik. O dərmanı sizin beyninizdən çəkib alacağıq. Amma siz onu istifadə edə bilməyəcəksiniz. Çünki siz ölmüş olacaqsınız. Çünki siz bir dənək kolbasısınız. Çünki siz bir dənək siçanısınız. Sizin üstünüzdə işləyirlər. Sizdən aldıqları dərmanı təbii ki, sizə istifadə eləməyəcəklər. Ay yazıqlar. Təbii ki, varlılarda istifadə olunacaq. Thomas Gildə falan bunu hər şeyi anlayırlar. Deyirlər ki, okey qardaşım, səninki səndə, mənimki məndə, biz yavaşdan kalkalım. Nəsə, bunlar belə bir şey eləyirlər, qaçırlar, gedirlər falan filan. Hər şey çox qəşəng idi. Bax, bunların danışıqlarının çox kiçildilmiş bir hissəsidir. Filmdə bunlar varmı? Yoxdur. Bunlar spoilerə girəcək. Baxın, kitablarda nə var? Kitablarda Thomas Gill dənək üçün o səhradakı şəhərə gəlirlər. Orada da başlarına bir çox müsibət gəlir. Ya, amma kitabdakı kimi filmdə də deyildi. Kitabda o qız var idi, Brenda. Brenda sırf isyan tərəfindən göndərilmiş bir cəsus idi. İsyan tərəfindən ora qoyulmuşdu ki, Brenda Thomas'ı idarə eləsin. Thomas sağ qalmalı idi. Onların çox istədiyi dənək, təbii ki, bütün bu dənəklərin də başında Thomas var. Onlar Thomas'ı istəyirlər, bu sözsüz. Brenda'da onu da onun üçün qoymuşlar. Amma necə olur? Filmdə tam tərsi olur. Filmdə Brenda sadəcə qurtarıcıdır. Nə olursa olsun Thomas'ın yanında olan qurtarıcıdır. Və Teresa'ya gələk. Amma Brenda nə qədər isyanın əl altısı da olsa, həqiqətən çox yaxşı qızdır. Çox mərd qızdır. Çox sevdim onu. Əgər Teresa'mı, Brenda'mı desəz, təbii ki də Brenda'nı seçəcəm. Məncə bütün oxuyanlar Brenda'nı seçəcəkdir. Çünki Brenda Teresa'nın yanında əlinə su tökməlik bir qızdır. Amma Teresa, she is devil da, yəni. She is devil. She is bitch. Ondan aşağılıq bir obraz görməmişəm. Ondan iğrənc bir obraz oxumamışam. Nə qədər belə iğrənc başrol ola bilərsən deyə düşünürəm. Çox iğrənc biri idi. Uşaqlara çəkdirmədiyi acı, çəkdirmədiyi işgəncə qalmayıbdı. Kinoda biraz daha yumuşaldıblar onu. Çünki güya ki uşaqlardan bağ qurur, aralarında bir şey olur. Məsələn, güya ki Teresa əslində yaddaşı ora atılanda itir, sonra gəlir. Amma əslində kitabda Teresa'nın heç vaxt yaddaşı getmir. Və Thomas'la Teresa'nın arasında telepati var. Telepati yolu ilə bir-birlərindən əlaqə saxlayırlar. Bu da aralarındakı duyğuları, yəni əlaqəni daha da gücləndirir. Kitabda daha güclü hiss edirik. Amma filmdə çox da hiss eləmirik. Deyirik ki, yəni elə belə xoşum gəldi. Nə olacaq ki burada? Deyirik, amma kitabda daha ətraflıdır. Və yəni Teresa Thomas'a belə işgəncə eləyir də. Thomas'ı belə, yəni Thomas'a bir şeylər eləyirdi mən. Onu oxuyanda şok oldum. Yəni Thomas qədər mən də acı çəkdim.
Az qala oturub ağlamaq istəyirdim ki, yeter artıq bu Thomasdan əl çəkin. Yəni siz bu uşağa artıq nə qədər işgəncə verəcəksiniz, istəyəni pişirəm burada. Qulaqlarım da yanır. Ay, boğazım da getdi. Su gətirərdim, gərək yanımda. Bu qədər uzun danışacağımı bilsəydim. Anyways, yəni o qədər işgəncə verir. Elə bir şey eləyir ki, yəni bildiyin sırtından bıçaqlayır. Həm məcazi mənada, həm də fiziki mənada sırtından bıçaqlayır. Nəsə onu da keçdik. Sonra başqa xəyanətlər, uşaqların ölməyinə səbəb olmağı, bunu izləyərkən əslində zövq almağı, yəni Teresanın nə qədər şərəfsiz, alçaq olduğunu göstərir. Bu arada Teresa ilə Brenda bir-birlərini qısqanırlar. Çünki Thoması sevirlər ikisi də. Amma Thomasın burada tıkladığım bir yönü oldu ki, halaldır qardaşım sənə dediyim bir yönü oldu ki, nə qədər Teresa şərəfsiz olsa da, bu adam Teresanı sevir. Başa düşürsünüz, telepati yolu ilə də bir-birlərindən əlaqə saxlayırlar. Onun hiss etdiyi duyğuları bu hiss edir, bunu hiss elədiyini o hiss edir. Aralarında özəl bir bağ var, bir-birlərindən beyinləri ilə danışırlar. Və bunlara bir içki verirlər. O içki ilə ağları yerlərinə uçur da, bildiyiniz nə içki olduğunu bildiniz. Elə bir maddə kimi bir şey verirlər, içməyə ki, için bunu. Birində bunu öpmək istəyir Thoması və Thomas deyir ki, çəkil qırağa bacım, namuslu ailə həyatı. Namuslu ailə həyatı, mənim başım bağlıdır, mənim evdə gözləyən xanımım var, deyir və Brendanı itələyir. Amma sonra Brendanı öpür, Brendanı öpəndə də gözün qabağına Teresa gəlir. Elə bilir ki, Teresanı öpür, sonra görür ki, yox, bu Brendanı itələyir də onu təbii ki. Bu cəhətdən sevdim. Amma Brenda'da həqiqətən haqsızlıq olmuş oldu, çünki çox üzülmüşdü qız. Haqlıydı qız, təsəvvür etsən, xoşuna gəldiyin oğlanı öpürsən və o da səni sevgilisi sanır. Ay, dəhşət bir şey. Qızın da xəbəri yox idi deyəsən Teresa'dan, var idi mi bilmirəm. Neysə, bunların aralarında belə bir şey var. Amma Thomas Brendanı sevmir. Yəni romantik mənada sevmir də. Çak var orada. Çak kinoya baxanlar ən azından bilir kimi deyirəm. Çak balaca kök oğlandır. O Çaka necə qarşı bir qoruma içgüdüsü hiss eləyirsə, balaca qardaşı olaraq görüb onu qorumaq istəyirsə, Brenda'ya qarşı da onu hiss eləyir. Onu balaca bacısı olaraq görür və onda balaca bacısı olaraq görməsə belə özündən daha zəif olduğunu düşünür və ona kömək eləməyə çalışır, onu qorumağa çalışır. Yəni Brenda'ya qarşı hiss elədiyi hisslərin hamısı ancaq qoruma içgüdüsüydü. Yəni Brenda'ya qarşı hər hansı bir romantik bir şey bəsləmirdi. Məsələn Minho'ya qarşı bəsləyirdi o romantik hissi. Çünki kitabı oxuyanda o qədər bariz bir şəkildə Minho ilə aralarında elektrik var, kimya və çəkim var ki, axırda deyirəm ki, bunlar öpüşəcək, amma öpüşmədilər. Evi yoxdur. Neyniyyət də olmadı da. Nəysə Minho'ya gələk. Minho həqiqətən kitabda o qədər yəni yaxşı, o qədər seksi, o qədər gücü yazılmışdı ki, oxuyanda bir adamın atəş qalxırdı. Amma həmçinin güc ələ keçəndən sonra Thomas bu gücü öz iradəsi ilə Minho'ya verəndən sonra otoriterini deyək, Minho bu yoldan çıxır. Minho'nu güc hipnoz edir. Minho çox qıcıq, çox itici, yəni əlinə balta versələr başına tak belə çəkəcək, geyindirəcəyin bir obraza çevrilir. Hamı ilə didişir, hamıya sataşır, hamıya söz atır, hamı ilə dalaşır. Newt, mənim bildiyim sarı civcivimi yıxdı yerə sürdü bu insan. Həm fiziksel olaraq, həm psixoloji olaraq. Yazıq Newt ağzını açıb nəsə deyə bilmirdi. O dəqiqə kəs səsini otur yerinə deyirdi. Yəni çox qıcıq idi. Və Newt'u da gözüm çıxdıya salmışdı bu insan. Ona görə o qədər itici olurdum. Çünki Newt'un da başına gələcəklərini bilirəm ki, bu insan öləcək. Və ölməzdən qabaqda həqiqətən Minho ilə çox yaxınkən gücü əlinə alandan sonra Minho'nun dəyişməsi onu o qədər çox sarsır. Gücü əlinə keçirəndən sonra bu qədər dəyişməyi və bu qədər dəyişərkən də Newt'u və biraz da Thomas'ı bu qədər incitməyi həqiqətən çox amma incidici idi. Mən də oxuyanı incidirdi və Newt'u heç təsəvvür edə bilmirəm. Təsəvvür edirsiniz, tək başına bir labirintdə böyüyürsünüz və həmin vaxtda ən yaxın dostunuz olur və o yaxın dostunuzdan iç-içə olursunuz. İç-içə olandan sonra da o adam tamamilə dəyişir və artıq sizi əzən, gücü əlinə alandan sonra güc sərxoşu olan birinə çevrilir. Çox pis idi. Yəni həqiqətən oraları oxumaq çox pis idi. Oturub Newt'un o səhnəsində, ölüm səhnəsində mən nə qədər ağlamışdım. O qədər pis idi. Kinoda başqa bir ağlamışdım. Kitabda başqa bir ağlamışdım. Çünki kinoda çox da aralarında bağ az görsənilsə də kitabda daha çox bağ olur və siz onun dəliliyə çevrilərkən ki, mərhələsində sadəcə bir neçə saniyəsini görmüsünüz də. Amma kitabda onu oxuyursan, dəlilər sarayına aparırlar onu. Sonra orada dəlilərlə bir yerdə ağıl sağlığını qorumaya çalışır. Thomas onu gəlib oradan çıxartmaya çalışır, amma bunu qəbul eləmir. Sonra Thomas evet toparlayın. Kitabımızda axırını işarə eləmişəm özəndən. Bir şey var idi, oranı özənlə işarə eləmişdim.
Niyet güldü, bir şeyler uyduracağım, sonsuza dek mutlu yaşayacağımız bir yere gedəcəyimizi söyləyəcəm. Niyet gülür və deyir ki, bir şeylər uyduracağam özümdən, sonsuza qədər xoşbəxt yaşayacağımız bir yerə gedəcəyimizi deyəcəm. Thomas da deyir ki, bəlkə gedəriz. Çaka onun evinə götürəcəyimə söz verdim. Ya da ən azından ona bir ev bulacağıma. Bu səhnəni oxuyanda, bax, bu dialoqu oxuyanda, əgər kitabınız varsa, 346-cı səhifədə belə bir cümlə var. Altını xəstləmişəm. Mən bunu oxuyanda 1 saat ağlamışdım. Baharda da Manisaya gedəlimmi sultanım, gedəriz İbrahim. Elə bir səs var idi. İlahi, onu oxuyanda o qədər gözümün qabağında, qulağımda o səs gedir. Gözümün qabağında da Çakın ölümü, Newton acı çəkərək ölməsi. O qədər, yəni oturub höngür-höngür ağlamışam da mən bu səhnələrə. Ki, yəni bu qədər acımasız olma, xahiş eləyirəm. İkisinin də ən başından bəri xəyallarını yazıb, son kitabda ikisinin də içinə sıçma bə, adam. Lütfən, biri xoşbəxt olsun. Amma uşaqlar xoşbəxt ola bilmirlər. Uşaqların içindən keçirsiniz siz. Nəsə, xoşbəxt olanda, axırdan axıra xoşbəxt olurlar. Və o xoşbəxtliyi də yenə də isyan. Toplasaq belə çox danışdım, 21 dəqiqə danışdım, 21 dəqiqədə siləcəm, kəsəcəm. Çox yerini kəsməyəcəm təbii ki, sadəcə aralarda boşluqlar var. Oraları kəsəcəm, amma belə necə danışmışamsa elə də yükləyəcəm. Toplasaq çox qəşəng kitab idi, haqqını vermək lazımdır. Yazarımızın əllərində sağlıq, çox qəşəng, altın bir distopiya kitabı yazıbdı. Nə qədər kinosuna baxanda mən wow desəm də, kitabını oxuyandan sonra kinosu mənim gözümdə çox sönük qalır, çox artıq kinosunu bəyənə bilmirəm. Yəni o qədər deyim də, kitab mənim gözləntilərimi o qədər aşağı çıxartdı ki, məni o qədər tatmin elədi ki, dəhşət bir şey idi. Yəni dəhşət. Oxuyanda o qədər zövq alırdım ki, dedim ki, mən bir kitabdan bu qədər zövq aldığımı xatırlamıram. O qədər qəşəng idi. Ağladım, güldüm. Qısqandım. Sanki mənim ən yaxın doğmam mənim sırtımdan bıçaqlamış kimi hiss elədimmi? Hiss elədim. Həm də burada yaşananlar hamısını ən dərinində kimi hiss eləyirdim ki, çoxdan da kitablarda bu hissi ala bilmirəm. Nə yalan deyim, kitabları o qədər üstü keçirlər ki, o hissi ala bilmirsən. O diyardakı kimi hissi ala bilmirsən. Belə oldu, bilirsən nədir? Biraz üzülürsən, amma keçirsən. Amma bu kitabda hər şeyi yaşayırsan. Bu kitabda kim öldü, kim qaldı, necə öldü, ölərkən çəkdiyi acılar falan, hamısı sənin belə qarın boşluğuna bir yığılır, bıçaq kimi zəhər kimi bütün bədəninə yayılır da. Məndə elə oldu. Məsələn, Newton ölümüydü, Çakın ölümüydü. Hələ ki Newton ölümünü mən yəni özümə gələ bilmədim də. Oturdum, hələ dərsdəydim də. Dərsdə oxuyurdum. Gördüm ki, yox, özümü saxlaya bilməyəcəm. Çöldə oxuyurdum zaten. Yarım qoydum bunu. Sonra təzədən evə gələndən sonra oturdum, oxudum, ağladım. Bir də dönüb qutarandan sonra bir də oranı oxudum, bir də ağladım. Çünki həqiqətən kitab oxuyanda ağlamağın necə çox ehtiyacım var idi, bunu anladım. Həqiqətən çox darıxmışdım kitab oxuyanda ağlamaq üçün. Bu qədər duyğusal olaraq bağ qurduğum bir kitab çox nadirdir. Xatırlamıram adlarını, ad şəklində bərbadam, amma həqiqətən çox gözəl yazılıbdı. Dünyası olaraq distopik, dünya olaraq çox yaxşı yazılıbdı. Mən deyirdim ki, belə bir dünyada yaşayan bir insanın niyə bir yaşama arzusu, niyə bir ümidi olsun? Çünki həqiqətən filmdə ümidsizliklə dolu bir həyat yaşayırlar. Amma kinoda bir şəkildə də olsa, onların bir ümid qazanmaqlarına kömək edə biləcək bir şey, qırıntılar da olsa verirlər. Və bu qırıntılara görə uşaqların çəkdikləri əziyyət, çəkdikləri işgəncə o qədər acı verici idi ki, o qədər işgəncəli idi ki, bildiyin uşaqların başına bowling topu kimi qaynar dəmir düşür. Bildiyiniz ərmiş qaynar dəmir yapışır başlarını əridir. Kinoda bunu görmürsünüz, görə bilməzsiniz. Çünki kinoda bunu çəkə bilməzlər. Kinoda bunu real kimi bizə canlandıra bilməzlər. Burada o qədər çox canlı var ki, o qədər çox varlıq var ki, o qədər çox savaş səhnələri var ki, Thomas'ın bu qədər fədakar olmağı, amma həm fədakar olarkən də içində biraz da olsa bencillik olmağı, tam olaraq ağ, amma tam olaraq da qara olmamağı, xəttə durmağı, bacarmağı o qədər xoşuma gəldi ki, o səhnələri oxuyanda bayıldım. Yəni, həqiqətən pis insanlarla belə empati qurmağı bacarsan ki, bunlar nə üçün bunu eləyirlər? Bunu anlayırsan. Amma həm də o uşaqların yerinə özünü qoyursan, o uşaqların gözündən oxuyursan, yaşayırsan, hiss edirsən və sanki onlar kimi sən də həyatda qalmağa çalışırsan. Hər imtahan səni də bir özündən aparır, sənin də ürəyini üzür, sənin də bütün enerjini alır, sənin də ruhunu çəkir. Qazandıqları bir zəfər olmur, amma axırda qazandıqları biraz da olsa bir zəfər, biraz da olsa bir adama deyir ki, tamam, okey, bir şeylər qazandıq.
Amma yenə də toplasaq çox qəşəng kitab idi. Çox təəssüflənirəm ki, filminə bu qədər mükəmməl şəkildə uyarlaya bilməyiblər. Bu qədər mükəmməl kitabı filmə çevirəcəklərini zaten düşünmürdüm. Amma Acıq oyunlarında bunu yaradıblar zaten. Bəlkə bunda da yaradarlar deyirdim. Amma yenə də bilməyiblər. Əslində çox da təəccüblənmirəm. Çünki kitabın həqiqətən dünyasıdır, varlıqlarıdır, imtahanlarıdır. Hamısı çox yaxşı yazılıb. Hamısı çox xırdalığına kimi işlənibdir. Bunu sevdim. Bunu da filmə çevriləcəklərini düşünə bilmirəm. Zaten çevirdikləri də çox üstün körük gedibdi. Amma yenə də oxuyun. Yəni kino ilə yetinməyin də. Kino ilə deməyin ki, okey, mən kinoya baxmışam. Bu qədər bəsi deməyin. Kitabını da oxuyun. Bu kitabları alın oxuyun. Mən bunun davamını da alıb oxuyacağam. Bunu da oxuyub qutaracağam. Davam kitablarını da oxuyub qutaracağım ki, Newton ayrı bir Dəlilər Sarayı bir şey kitabı var. Dəhşət istəyirəm onu oxumaq. Newton mənim qəlbimdə başqa bir yerdədir. Mükəmməl. Oxuyun.